tamaşaçılar. Sizə məlumdur ki, hələ orta əsrlərdə şərq xalqlarının musiqisini 12 klassik muğam və 24 şöbə təşkil edirdi. Bugün haqqında söz açacağımız Humayun muğam dəstgahı da 24 şöbədən biri idi. 19-cu əsrdə yaşamış görkəmli musiqişünas Mir Möhsin Nəvvab Vüzuhül Ərqam əsərində Humayunu 24 şöbədən biri kimi sayır. Lakin ondan 12 il sonra Üzeyir Hacıbəyov yaratdığı muğam tədrisində məhz Humayun dəstgah kimi verilir. O da diqqətə layiqdir ki, 19-cu əsrdə yaşamış görkəmli tarzəm Mirzə Fərəcin muğam cədvəllərində də Humayun dəstgah kimi səciyyələndirilir. Və orada Mirzə Fərəc 17 şöbə və güşəni göstərir ki, onlar Humayun muğam dəstgahının məcmusunu təşkil edirlər. Üzeyir Hacıbəyovun düzəltdiyi muğam cədvəlində Humayun 7 şöbədən ibarətdir. Bunlar hansılardır? Humayun, Feyli, Tərkib, Novruzu Rəvəndə, Məsnəvi, Hüzzal və Humayuna ayaq şöbələridir. 75 il bundan əvvəl yaranmış bu cədvəl müəyyən qədər təbəddüllata uğramış, bəzi şöbə və güşələr oradan çıxmışdır. Hazırda Humayun muğam dəstgahının məcmusunu bu şöbələr və güşələr təşkil edir. Bərdəşt, Humayun, Feyli, Şüştər, Tərkib, Hüzzal və ya Bidat, Kiçik Məsnəvi və yenidən Humayuna qayıdış. Hal-hazırda konsert salonlarında, radyo dalğalarında, mavi ekranda məhz bu şöbələrlə Humayun oxunur. Eyni zamanda tədris müəssisələrində, yəni Azərbaycan Respublikasında yerləşən musiqi texnikumlarında, Bakı Musiqi Akademiyasında, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində də Humayun adlarını çəkdiyim şöbə və güşələrlə tədris olunur. Humayunun muğamının estetik mahiyyəti haqqında nə demək olar? Onu demək olar ki, bu muğam qəm, qüssə, kədər, emosionallıq təlqin edir. Elə təsadüfi deyil ki, Üzeyir Hacıbəyovun Azərbaycan xalq musiqisinin əsasları kitabında o Humayunu Şüştər ilə müqayisə edərək belə nəticəyə gəlir ki, bədii ruhi təsir cəhətdən Humayun Şüştərdən daha çox kədərlidir. Yəni Şüştər özü kədər hissi doğurur, lakin Üzeyir Hacıbəyov göstərir ki, Humayun ondan da dərin hisslər kəsb edir. Bəs Humayun adının mənası nə deməkdir? Ən əvvəl onu deyək ki, o şahlıq quşu, cənnət quşu mənasını daşıyır. Və bundan başqa onun ikinci bir mənası da var, o da uğurlu, saadətli deməkdir. Ümumiyyətlə, bu muğam haqqında onu deyə bilərik ki, bu lirik, dramatik bir səciyyə daşıyır. Ona görə də burada şaqraq zəngülalar, müxtəlif virtuozluq bu muğam üçün xas deyil. Ona görə də bu muğamı ifa edən xanəndələrin səsi yanıqlı, məlahətli, qəlb oxşayan olmalıdır. İndi isə Humayun muğam dəstgahının ayrı-ayrı şöbə və güşələrdən söhbət açaq. Ən əvvəl onu deyək ki, hər bir muğam dəstgahda giriş şöbələri dəramət və bərdaş olur. Humayun dəstgahında dəramət olduğu halda bərdaş isə uzun illər olmamışdır. Birbaşa maye-i Humayundan başlanmışdır. Lakin 40-50 il bundan əvvəl görkəmli tarzən, muğam bilicisi Kamil Əhmədov yeni bərdaş düzəltmiş və onu Mirzə Mansur Mansurova və eyni zamanda Əhmədxan Bakıxanova çalmış və onlar bunu bəyənmişlər və o gündən bugünə qədər bu bərdaşt həm ifaçılarımız tərəfindən,
həm də ki, tədris müəssisələrində istifadə olunur, öyrədilir və Humayun məhz Bərdəşlə də başlanır. Bu Bərdəşli oxuyan oxumur, adətən Bərdəşli tar və kamança alətləri sazəndə ansamblı birlikdə ifa edir. Bərdəşdən sonra Maye Humayun şöbəsi gəlir. Maye Humayun ümumiyyətlə Humayun dəstgahında ən böyük şöbədir. Və onun musiqisinə həzinlik, ürəyə yatımlılıq, mülayimlik çox xasdır və onun əsas ovqatını təşkil edir. Bundan sonra ardıcıllaşan feyli güşəsi də məhz bu xüsusiyyətləri özündə kəsb edir, yəni bu ovqatı davam etdirir. Yeri gəlmişkən, onu da deyək ki, feyli sözünün farsçadan tərcüməsində o, açıq, boz rəng deməkdir. İndi də gəlin, Humayun dəstgahının ilk şöbələrinə birlikdə qulaq asaq. Bunlar hansılardır? Dəramət, Bərdəş, Maye Humayun şöbəsi və feyli güşəsi. Oxuyur Azərbaycan Respublikasının xalq artisti İslam Rızayev, çalır Ağasəlim Abdullayevin idarəsi ilə Azərbaycan Teleradio şirkətinin xalq çalğı alətləri ansamblı. Tarda sol hissəsini çalırlar Ağasəlim Abdullayev, kamançada isə Mirnazim Əsədullayev. Gözəlim hər kəsə öz istədiyi
Gözəlim hər kəsə öz istədiyi yar gərək. Bülbülə öz gülü öz sevdiyi gülzarı gərək. Yar üçün aşıq edər, yar üçün aşıq edər. Narəni bülbül gül üçün her şeyin doğru demişler ki doğru gerek. Məncə dünyada təbiət getirən bir gözəlliyin zinəti olmasa da doğru bilgar Tazəsən, gül kimi tərsən, tazəsən, gül kimi tərsən, səni hər kim ki sevir. Gözəlim xəlqə baharın yerin o bağrı gərək. Həmdəmim olsa gözəl vahid, o bir şərt deyil. Hem xasiyyəti göçəyək, hem xasiyyəti göçək, hem rəftarı gələn. Hem xasiyyəti göçək, hem rəftarı gərək. Yaşını dəhrdə hər insanın, sağ
səhraya Düzər ki necə gör Məcnun Har yoldan da betər oldu baxır Leylan Şimdi var zulmü kaya kim yaz aşıkına Akıbet kısmeti diyor çünkü defes yanar İndi alem değişip yoktur ne zulmü ne yazar İndi alem değişip yoktur ne zulmü ne yazar Yaxı düzgünlərinin qiyməti hər insanın Bu cəlallar vətən aləmə səs saldıqca Baxaraq qanəv dönür köksü yaqın əznanan Kim sual etsə əgər vay aşıqlığını Bir gün aşıqdır bir də Azərbaycanın Ey aman 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 Ey azizim ayar Humayun dəstgahında Feyli güşəsindən sonra Şüştər şöbəsi gəlir. Əvvəllər, yəni 19-cu əsrdə, eləcə də 20-ci əsrin əvvəllərində Şüştər daxil deyildi Humayuna. Lakin 20-ci əsrin 30-cu illərindən sonra Şüştər şöbəsi Humayuna daxil edilmişdir. Onu da deyək ki, Şüştərə qulaq asanda biz kövrək hisslər keçirdirik. Onun musiqisi çünki kövrək, ürəyə yatımlı bir musiqidir. Burada eyni zamanda onu demək olar ki, Şüştərlə Humayunda müəyyən qohumluq əlaqəsi yaranır. Və Şüştərdən sonra tərkib şöbəsi də gəlir. Onu da deyək ki, tərkib şöbəsi təkcə iki muğamda işlənir. Şüştərdə və Humayunda. Humayun muğam dəstgahında da bu zil şöbədir. Özdə bu şöbəyə qulaq asanda ürəyə yatımlılıq, zəriflik hiss olunur. Eyni zamanda onun musiqisinə axıcılıq da çox xasdır. İndi də gəlin, Azərbaycan Respublikasının xalq artisti Axan Abdullayevin ifasında Şüştər və tərkib şöbələrdə birlikdə qulaq asaq. Ondan əvvəl isə eyni zamanda Möləvi güşəsi də səsləndiriləcəkdir. Dağlar başında lalevler, gül yaprağında jalevler. Dağlar başında lalevler, gül yaprağında jalevler. Baktım canavar haleyleye, baktım canavar haleyler. En şairane bülbülüm, sen gel fegane bülbülüm, dur gel fegane bülbülüm.
hoş zamana bülbülüm bizden bunu eyler helem. Bu hoş zamana bülbülüm dur gel fegane bülbülüm. Sen gel fegane bülbülüm dur gel fegane bülbülüm. Men de Mecnun'dan Füzun aşıklık istedadı var. Aşık sadık menem Mecnun'un ancak adı var. Ne olacak hükmeyde mahir olsa çeşmem merdimen. Lütfeyen kabil dürüm Hemzen kimin ustadı var. Aşiyaniye mürgdil Zülfü perişanındadır. Harda olsam ey periye Könlüm senin yanındadır. Hoşam, eşk derdiyle hoşam, el çeken acımdan tabip, kılma derman kim, helakim ey zehri dermanındadır çekme doyum ben nazediyim. Çekme doyum ben nazediyim. Üftavdelerden vehmi kıyal göylere. Göylere açılmasın eller kim damanındadır. Gözlerim gözlerim
gözlerim yaşın görüp şur etme nifret gün bu hem ol demektendir ki lali şeker efşanımdandır yar ey dad ey dad can vermem gemu eşke ki eşk ayafeti candan can vermem gemu eşke ki eşk ayafeti candan eşk ayafeti candan oldu meşhur cahandar eşk ayafeti can oldu meşhur cahandar
şur etme nifret gün bu hem ol demektendir ki lali şeker efşanındadır. Hicranımdadır Belki hicranımdadır Hasiyeti hicranımdadır hasiyeti yati hayat ol hayat ehline heyranım ki hicranındadır. Belki hicranındadır hasiyetim qəti hayat ol hayat ehline heyranım ki hicranındadır. Ey Füzulin şəmi tək mütləq açılmaz yanmadan tabiler kinyem sümbülünden rişte canımdadır eydan eydan Namayan, namayan, namayan Ya Reyda ya Damanın. Tərkibdən sonra yenə də zil şöbələr, hüzzal və ya bidat, kiçik məsnəvi ifa olunur. Hüzzal bilirsiniz ki, Bayat Şiraz muğamına daxildir. Onun zil şöbəsidir. Biz Bayat Şiraz haqqında söhbət açdıqda bu haqda danışmışıq. O da kövrək musiqiyə malikdir. Lakin onu da deyək ki, hüzzalla bərabər bidat güşəsi də ifa olunur. Yəni, hüzzalı bidat güşəsi əvəz edir. Bidat mənası o deməkdir ki, haqsızlıqdan şikayət. Məhz bu cəhət musiqidə də özünü göstərir, musiqiyə sirayət edir və biz bu şöbəni dinlədikcə orada kövrək hissləri eşidirik. Ona görə də bu muğamda bidadı oxuyarkən gərək xanəndə bu hissləri öz təfsirində göstərə bilsin. İndi biz bidat güşəsini sizə təqdim edirik. İnstrumental variantda bidat güşəsini çalacaqdır Azərbaycan Respublikasının xalq artisti Profesor Şəfiqə Eyvazova. Vokal variantda bidat güşəsini oxuyacaqdır Azərbaycan Respublikasının xalq artisti Profesor Arif Babayev.
Perişan olmasın, ol kadar cevr etmene, ah etme imkan olmasın. Derdi eşkin qəsdi can etsə, mən həm şakirəm, istərəm cismimdə dərd olsun, dəxi can olmasın. Koyma ağyan, koymayan yar eylesin köyünde cevlan ey peri. Ehrimenler maliki mülk Süleyman olmasın aman. Derler aşık kuş nigarım, katlime amadedir. Allah Allah, Allah Allah, Allah Allah, bir sebep kıl ki peşiman olmasın. İftalar Dalayı derd eşkem el götürmenden tabip eyleyin ey bir tedbir ki bu derde derman olmasın. Müptelayı derd aşkım al götürmenden tabip bir tedbir ki bu derde derman olmasın.
Bidat güşəsindən sonra kiçik Məsnəvi güşəsi gəlir. Məsnəvi ümumiyyətlə şərq klassik poeziyası və onun bir qolu olan Azərbaycan poeziyası üçün çox xasdır. Ümumiyyətlə bu poemalarda da Məsnəvidən istifadə olunur və Məsnəvinin hər beytində müəyyən fikir bitkinliyi vardır. Məsnəvi 3 muğamda işlənirdi 19-cu əsrdə. Yəni bunlar hansılardır? Rast, Mahur və Humayun. Və bugün isə ancaq Humayun muğamında Məsnəvidən 2 variantda istifadə olunur. Böyük Məsnəvi və Kiçik Məsnəvi. Böyük Məsnəvi hal-hazırda aid olur məhz Maye-i Humayuna və orada da onu oxuyurlar. Böyük Məsnəvi Kiçik Məsnəvidən nə ilə fərqlənir? Böyük Məsnəvi improvizasiya səciyyəlidir, Kiçik Məsnəvi isə müəyyən ritmə əsaslanır. Yəni ona bir mahnı melodiyası kimi baxmaq olar. Və bu güşədən sonra qayıdış vardır yenə Maye-i Humayuna və Maye-i Humayunda sakit tərzdə axıcı melodiya ilə də Humayun muğamı tamamlanır. İndi biz Kiçik Məsnəvini, eləcə də Maye-i Humayuna qayıdışı sizə təqdim edirik. Bununla da Humayun muğam dəstgahına həsr olunmuş verilişimiz sona yetdi. Sağ olun, sağlıqla qalın.